Sumqayıtda ictimai nəqliyyatın müasirləşdirilməsi, sərnişinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin şəhərlərin sosial-iqtisadi inkişafına, müasir infrastrukturun yaradılmasına və vətəndaşların rahatlığının təmin olunmasına göstərdiyi xüsusi diqqət və qayğının nəticəsi olaraq Sumqayıtda sərnişin daşıma sahəsində də mühüm yeniliklər həyata keçirilir. Son illər ərzində şəhərin avtobus parkının yenilənməsi, müasir və komfortlu nəqliyyat vasitələrinin istifadəyə verilməsi istiqamətində geniş miqyaslı işlər görülüb. 2016-cı ildən etibarən Sumqayıt şəhərində ictimai sərnişin nəqliyyatının hərəkətinin təkmilləşdirilməsi və sakinlərin müasir nəqliyyat xidmətlərindən yararlanması məqsədilə iri tutumlu avtobuslar gətirilib. Belə ki, 2016-cı ildə ümumilikdə 206 ədəd avtobus şəhər sakinlərinin istifadəsinə verilib. Onlardan 75 ədədi Akiyab, 26 ədədi Karsan, 105 ədədi isə Isuzu markalı avtobuslar olub. Bununla yanaşı son illərdə şəhərin nəqliyyat sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər daha da genişləndirilib. Sumqayıt şəhər İcra Hakimiyyəti rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq 2025-2026-cı illər ərzində şəhərin avtobus parkının yenilənməsi istiqamətində mühüm işlər görülüb. Bu müddətdə Çin istehsalı olan Yutong markalı sıxılmış qazla işləyən və müasir standartlara cavab verən 46 ədəd avtobus, həmçinin Türkiyə istehsalı olan Akia markalı 10 ədəd avtobus alınaraq şəhər sakinlərinin istifadəsinə verilib. Yeni avtobusların istifadəyə verilməsi şəhərdaxili marşrutlarda sərnişinlərin daha rahat və təhlükəsiz daşınmasına, xidmət səviyyəsinin yüksəldilməsinə və mövcud nəqliyyat parkının tədricən yenilənməsinə imkan yaradıb. Sumqayıt şəhər İcra Hakimiyyətinin bu prosesə göstərdiyi hərtərəfli dəstək və xüsusi diqqət şəhərdə ictimai nəqliyyatın inkişafının əsas istiqamətlərindən birinə çevrilib. 2016-cı ildən etibarən şəhərimizə 75 ədəd Türkiyə istehsalı olan Akia markalı avtobus, 105 ədəd Navacity markalı avtobus və 26 ədəd Karsan markalı avtobus gətirilmişdir ki, şəhər sakinlərinin xidmətinə verilsin. Həmən müddətdən etibarən şəhər sakinlərinin rahat gəliş-gedişi, həmən nəqliyyat vasitəsilə təmin edilmiş və demək olar ki, Sumqayıt şəhərinin ictimai nəqliyyatında nəqliyyatla bağlı olan problemlər aradan qaldırılmışdır. Eyni zamanda 2025 və 2026-cı illərdə 46 ədəd Çin Xalq Respublikasının istehsalı olan Yutong markalı qazla işləyən nəqliyyat vasitələri gətirilib, şəhər sakinlərinin istifadəsinə verilmişdir. Bütün bunlara baxmayaraq, növbəti 2026-cı ilin axırına kimi 60 ədəd elektriklə işləyən Çin Xalq Respublikasının istehsalı olan nəqliyyat vasitələrinin gətirilərək şəhər sakinlərinin xidmətinə verilməsi nəzərdə tutulur. Şəhər rəhbərliyinin tapşırıq və tövsiyələri əsasında sərnişin daşıma sahəsində müasir yanaşmaların tətbiqi, avtobus parkının yenilənməsi və sakinlərin rahatlığının təmin olunması istiqamətində tədbirlər ardıcıl şəkildə davam etdirilir. Görülən işlərin ən mühüm mərhələlərindən biri isə elektrik avtobuslarının istifadəyə verilməsi olacaq. İlin sonunadək daha 60 ədəd elektriklə işləyən avtobusun Sumqayıt sakinlərinin istifadəsinə verilməsi planlaşdırılır. Bu avtobusların şəhər marşrutlarına cəlb olunması, ictimai nəqliyyatın daha da müasir və ekoloji tələblərə uyğun qurulmasına mühüm töhfə verəcək. Şəmsistan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.